Hər birinizi salamlayıram, bizi dinləyənlər, izləyənlər. Bugünkü qonağımız bank sektoru üzrə mütəxəssis ekspertimiz Bəxtiyar müəllim olacaq. Amma söhbətimizə keçməmişdən öncə bu günləri 8 mart Beynəlxalq Qadınlar Günüdür. Azərbaycan xanımlarını səmimi qəlbdən təbrik edirəm və ən əsas da Güney xanım aparıcımız, Yeganə xanımımız, iştirakçımız sizi də təbrik edirəm. Ailəmizdə əziz olan bütün xanımları təbrik edirəm. Bugünkü söhbətgahımız inşallah Bəxtiyar müəllim olacaq. Bəxtiyar müəllim, siz sözünüzü ətraflıca bir təqdim edin və ondan sonra başlayaq inşallah. Biz Bəxtiyar Bəxtiyarov 18 ilə yaxındır bank sektorunda çalışıram. Sizin verilişə də belə uzun ömürlü olmasını arzu edirəm. Yəni həqiqətən belə fayda yaradan podkast xarakterli verilişlərin olmasını çox xoş bir haldır və düşünürük ki, cəmiyyətimiz, xüsusilə gənclərimiz üçün çox faydalı bir formatdır. Davamlı olmasını arzulayıram. Biz də öz belə imkanlarımız, gücümüz çərçivəsində hansısa bir fayda vermək iqtidarındayıqsa, onu əsirgəməyəcəyik. Təşəkkür edirəm, çox sağ olun bir daha gəldiyiniz üçün. Güney xanım, sözü sizə ötürürəm. Çox sağ olun. Elə vaxt itirmədən keçək ilkin sualımıza. Bu sual formatında olmayacaq. Elə sırf birbaşa öz iş prinsipinizdən olacaq ki, necə oldu ki, banklar yarandı, bankçılıq yarandı, bankın və yaxud bankçılığın iş prinsipi necədir, gəlirləri hansı mənbələrdən asılıdır? Qısaca bundan danışaq istəyirsiniz. Əslində sual çox geniş sualdır. Belə deyək, banklar niyə yarandı? Bu çox böyük bir iqtisadi bir göstəricidir, iqtisadi bir zərurət idi bankların yaranması. Yəni müəyyən bir insanların belə deyək də vəsaitlərinə ehtiyacını təmin edən bir təşkilatın olması və yaxud da yeni bir iqtisadi münasibətin yaranmasına ehtiyac var idi. Hansı ki, bir tərəfdən iş adamlarına vəsait lazımdır, bir tərəfdən hansısa insanların vəsaitini əmanət etmək istədiyi bir yer lazım idi və o yeni iqtisadi münasibətlər yeni formasiya əmələ gətirdi və bu rolu da banklar üzərinə götürdü. Bankların qazanc mənbələri çox müxtəlif üsullarla formalaşır. Bunları iki istiqamət ayırmaq olar. Yəni faiz gəlirləri və qeyri-faiz gəlirləri. Faiz gəlirləri kreditlərdən, biznes kreditləri, ipoteka kreditləri, istehlak kreditləri, lombard kreditləri və digər sahələrdən formalaşır. Qeyri-faiz gəlirləri isə bankların göstərdiyi xidmət müqabilində aldıqları komissiya gəlirlərindən formalaşır. Çox sağ olun, təşəkkür edirəm. Bəxtiyar müəllim, bu dəqiqə gündəmimizdə olan dünya ictimaiyyətində ən çox Amerika dövlətidir, ABŞ-dır və Amerikada da biz bilirsiniz ki, bu dəqiqə oranın prezidenti iş dünyasında olan bir şəxsə, öncədən siyasəti olmayan iş dünyasında olan bir şəxs və onun ətrafında olan şəxslərin bir çoxu da iş dünyasında olan şəxslərdir. Bunlardan biri də Elon Musk'dır. Elon Musk'ın şirkətlərindən biri X-Space şirkəti məlumat yayıb ki, bəs gələcəkdə 5 ildən sonra, 10 ildən sonra artıq bank işçilərinə ehtiyac qalmayacaq. Süni intellekt bunu əvəz edə biləcək. Siz nə dərəcədə bunun doğru olduğunu düşünürsünüz və həqiqətən də bank sektoru işçiləri vəzifəsi, peşəsi təhlükə altındadırmı? Əslində, bilmirəm, o iqtisadi datalar və yaxud da ki, verilən məlumatlar nəyə əsaslanıb? Hər halda Elon Musk Amerikadakı dataları deyə bilər. Bu ölkələr üzrə dəyişir, təbii ki, ölkədən ölkə fərqi olur. Amerika nəhəng dövlətdir və informasiya texnologiyaları sahəsində təbii ki, bilirsiniz ki, dünya lideridir. Düzdür, paralel olaraq Çində var, Yaponiyada var, amma ABŞ da başqa bir formatda kifayət qədər inkişaf eləyib. Mən düşünmürəm elə o qısa müddətdə olacaq o deyilənlər. Bəli, bugünkü gün üçün ən çox süni intellektin tətbiq olunduğu sahələrdən də biri bank sektorudur. Amma bütün banklar bundan istifadə edir deməzdim. Yəni ona keçməyin özü bir böyük bir prosesdir. Yəni hər şey düşünüldü və həmin anda tətbiq olundu. Belə bir şey yoxdur. Onun üçün formalaşmalıdır rəqəmsal mütəxəssislər, data üzrə mütəxəssislər, data mühəndislər və ən əsası da bu proseslə aparacaq transformasiya liderləri formalaşmalıdır ki, bu prosesləri aparsınlar, apara bilsinlər. Çünki nə qədər də olmaya bu şeyləri eləyən bir şəxslər komandadırlar və o komandalar üçün AI strategiyaların doğru müəyyən eləyən bir transformasiya liderinə ehtiyac var. Deyilən sahələr təbii ki, bütün sahələr, nəinki bank sektorunda, digər sahələrdə də süni intellekt rutin məsələləri əvəz eləyəcəyi, təbii ki, yəni deyək ki, pul köçürmələri olsun və
və yaxud da banklarda hansısa bir tranzaksiyalar olsun, artıq süni intellekt gəlmədən belə digitalizasiyadan bu şeyləri əvəz etmək mümkün olmuşdu. Və süni intellekt bizə daha dərindən, belə deyək də, daha yeni alətlərdən istifadə edərək bu prosesi daha bir təkmil hala gətirməyinə imkan yaradacaq. Amma zamanlama olaraq deyərdim ki, Elon Musk'ın qeyd etdiyi məsələ ölkədən ölkəyə dəyişir. Yəni o iqtisadi ekosistem nə dərəcədə ona hazırdır. O zaman Azərbaycana hələ ki bu sistem daha gec gələcəyini nəzərə alırıq və hal-hazırda bank işçilərinin peşəsi belə başa düşürəm ki, təhlükə altında deyil. Ümumiyyətlə hansısa bir sahə əgər yoxa çıxırsa, bu tarixən zaman olub. Həmişə iqtisadi münasibətlər yeni bir formasiya alır. Hansısa peşələr yoxa çıxanda hansısa peşələr əmələ gəlir də. Yəni bu məsələdə mən nikbinəm. Yəni süni intellekti belə deyək də özümüzə qarşı görməli deyilik. İngiltərədə vaxtı il yadımdan çıxıb, amma lutsular hərəkatı deyilən bir şey vardı. Dəzgahlar və texnikalar kəşf olunanda insanlar onları qırırdılar ki, biz işimizi itirəcəyik. Amma görsənən oldu ki, yer kürəsində əhali də qat-qat artdı və işlər də, peşələr də qat-qat çoxaldı. Ona görə də bədbin olmaq olmaz. Elə Elon Musk'ın da səhv eləmirəm sözüdür ya hansısa mütəfəkkirin. Deyir, süni intellekt nüvə silahından təhlükəli ola bilər, amma yəni baxır kimin əlindədir. Amma düşünmürəm ki, dünya ölkələri, dünya dövlətləri bundan böyük ehtimalla xoş məqsədlər üçün istifadə edəcək və hal-hazırda da xoş məqsədlər üçün istifadə olunur. Yəni bizə əlavə zaman qazandırır. Bəli, tək həmişə inşallah gəl olsun, heç kim peşəsini itirməsin. Bunun Günel xanım. Fərqlilikdən danışmışkən elə biz bəlkə yerli və xarici banklarda, bankçılıqda yaranmış fürsətlərdən və imkanların fərqliliklərindən, həmçinin müqayisəli tərəflərindən danışmaq istəyərdik. Yenə də əsas aparıcı təbii ki, biz xarici ölkələrin banklarının təcrübəsini öyrənirik. Hətta belə deyək də Avropa banklarından başqa artıq bir sıra Asiya bankları da kifayət qədər belə deyək də sözlərini deyiblər bu sahədə. Ancaq məsələ ən böyük fərq bu dəqiqə innovasiyalardadır. Yəni ki, banklar nə dərəcədə, hansı ölkələrdə, hansı banklar nə dərəcədə innovativ olaraq belə deyək də sürəti hansı həcmdədir və müştəri yönümlülüyünün yeni segmentasiyaları, yeni texnologiyaları hansı həddədir. Təbii ki, biz kifayət qədər Azərbaycan bank sistemində də həddindən artıq sürətlə inkişaf gedir və siz özünüz də görürsünüz ki, artıq belə deyək də ünvana kart çatdırılma və yaxud da banka getmədən onlayn hesabın açılması, kreditlərin əldə olunması, data əsasında, davranış əsasında kreditlərin verilməsi falan, yəni bu da bizim bank sisteminin heç də dünya sistemindən geri qalmadığını göstərir. Var, bəzi fərqlərimiz var ki, hansısa ölkələrdə bu proseslər daha sürətli gedir və onlardan biz nisbətən geri qala bilirik. Hansısa ölkələrdən biz çox qabaqdayıq. Yəni bizdən də öyrənirlər. Sizin özünüzün bəs şəxsi təşəbbüsünüz və yaxud təklifiniz, ideyanız varmı bu sahənin inkişafı üçün? Şəxsi təşəbbüslərimiz biz bank daxilində zamanı və belə deyək də məqamı gələndə ona uyğun təkliflərimizi veririk. Amma bank sistemi ilə bağlı ümumiyyətlə məsələlər çox spektrlidir. Yəni bir istiqamətdə danışmaq olmaz ki, bunu eləsən yaxşı olar. Hər halda düşünürük ki, sahibkarlar üçün, ən ələxüsus sahibkar üçün əl çatan olmağı, rahat olmağı çox vacibdir. Niyə sahibkarlar üçün? Çünki sahibkarlar ölkədə iş mühitinin qarantıdırlar. Yeni iş yerlərinin yaradılması, dövlətin sosial xərclərdən, sosial yüklərdən azad olunmasının ən gözəl, belə deyək də, mexanizmi sahibkarlığın inkişaf etdirilməsidir. Ona görə də banklar sahibkarlar üçün daha yaxın bir modellər düşünsələr, daha əl çatan bir modellər düşünsələr, hansılar ki, düşünürlər. İndi öndə olan banklarımız o sahədə ona görə baxırsınız ki, həm gəlirlik baxımından, həm innovasiya baxımından, həm dözümlülük baxımından, dayanıqlıq baxımından sürətlə inkişafın səbəbi böyük biznes portfelinə yiyələnməkdir. Ona görə düşünürəm ki, ən çox atılan addımlar sahibkarlıq istiqamətində atılmalıdır ki, biz ölkə olaraq iqtisadi qüdrətimiz artsın və belə deyək də həmin sahibkarlar da iş dünyasına öz töhfələrini versinlər. Çünki adətən ən çox yenilikləri gətirənlərdən biri də elə sahibkarlar özləridir. Çünki
onlar hansısa bir əməyin xərclərini innovasiya hesabına azaldanda yeniliyin axtarışında olurlar və o yeniliklər də təbii ki, belə deyək, müasir o trendləri, müasir istiqamətləri üzə çıxardır. Eyni zamanda iqtisadi dayanıqlılığımızı artırır. Bəxtiyar müəllim, bir şəxs istəyir tələb olsun, istəyir işdən ayrılmış bir şəxsi və öz peşəsini dəyişmək istəyir, seçdiyi istiqamət bank sektorunda işləməkdir. Bir şəxs sıfırdan, əgər bank sektorunda işləmək istəyirsə, hansı yollara, hansı vasitə əl atmalıdır? Özünü hansı yönlə inkişaf etdirməlidir? Ümumiyyətlə, təkcə bank sektorunda yox, biz illərdə, artıq 18 ildir gənclərimiz gəlir və biz onlarla, belə deyək də, müsahibə əsasında baxırıq. Tələbəlik dövrün mən tövsiyə edərəm ki, hətta oradan başlayaq. Tələbəlik dövründən aktiv istifadə eləsinlər. Könüllülük proqramlarıdır. Düzdür, bizim dövrümüzdə az idi, amma biz, belə deyək də, o vaxtı mən özüm çox həvəslə qatılırdım. O vaxtı QHT-lər var idi, ictimai təşkilatlar vardı. Onların tədbirlərinə, broşurlarının, bukletlərinin paylanmasına və yaxud da təşkilatçılığına. Amma indi ölkədə kifayət qədər böyük layihələr var. COP-dan tutmuş, yəni maşın yarışlarına qədər, asan xidmət kimi çox mükəmməl dövlət idarəçiliyi modelimiz var. Həqiqətən də mükəmməldir. Yəni bəzi dünya ölkələri gəlib o modeli, o mexanizmi öyrənirlər. Yəni onlara tövsiyəm olardı ki, aktiv olsunlar. Yəni hər bir halda hansısa bir şəxsin tərcüməyi halı kimisə, belə deyək də, masasının üzərinə gəlirsə, mütləq şəkildə o gəncin birinci aktivliyi və istəkliyi nəzərə alınır. O zaman könüllükdən başlayır bu iş. Könüllükdən mütləq aktivlikdən başlayır. Yəni harda olurlarsa olsunlar, mütləq düşünək ki, könüllülük bizə nə verir? Siz ailədən çıxırsınız, kənar şəxslərlə münasibət, kollektivçilik anlayışı, komanda anlayışı, hamısı orada formalaşır da. Kimsə hərə müxtəlif psixoloji temperamentlərə malikdir, hərə bir xasiyyətdədir və siz çalışırsınız ki, o xasiyyətləri mənimsəyəsiz və ona uyğun bir davranış sərgiləyəsiz. Bu da sizin üçün komandada işləmə bacarıqların, vərdişlərin yaradır, siz özünüzdə hiss eləmədən. Və ondan sonra iş həyatına atılanda insan üçün adaptasiya prosesləri rahat keçir. Amma ələxüsusda bankir olmaq istəyirlərsə də mütləq şəkildə bankla bağlı məqalələrdir, kitablardır, podkastlardır, mütləq dinləməlidirlər. Mən həmişə təlimçilik fəaliyyətimdə var. Tələbələrimizə tövsiyə edirik ki, sahənizi dar bilməyin, sahənizi geniş şəkildə bilin. Yəni, yan sahələri də bilin, o sahələrə təsir edən sahələri də bilin. Mütləq şəkildə geniş məlumatlı olmaq daha düzgün qərar qəbuluna imkan yaradır, rəvac verir. Ona görə həm şəxsi həyatınızla bağlı, həm karyera həyatınızla bağlı, həm karyerada ilərlənməklə bağlı geniş məlumatlı olmaq daha məqsədə uyğundur. Yəni, geniş məlumatlı deyəndə həm dünya iqtisadi sistemlərində gedən proseslər, həm ölkədəki gedən iqtisadi proseslər, onların bank sektoruna təsiri, bank sektorunun ölkə iqtisadiyyatına təsiri, yəni bu şeyləri bilməkləri çox vacibdir ki, peşəkar bankir kimi formalaşsınlar. Mən həmişə deyirəm ki, çalışın ki, 2 ildən, 3 ildən sonra sizə bankir deyə bilsinlər. Yəni, bankın bir məhsulundan məlumatınız olanda o sahə mütəxəssisi kimi çağırırlar sizə. Deyirlər, kredit mütəxəssisi və yaxud da ki, ipoteka üzrə mütəxəssis. Amma bankir olmaq üçün bankın bütün funksionallığını bilmək lazım. Yəni, ilk öncə belə başlayım ki, könüllükdən başlayırıqsa, könüllü kimi və ondan sonra yox, işdən ayrılıb peşəsini dəyişmək istəyir şəxs müraciət etdiyi bankı ətraflı şəkildə araşdırmalıdır. Dünya iqtisadiyyatını, Azərbaycan iqtisadiyyatını və hər birini toplayıb bir banka və yaxud da digər bir idarəyə müraciət etməlidir. Yəni, onu belə mürəkkəbləşdirməyək, gənclərimiz biraz çəkinərlər. Yəni, o qədər də qəliz deyil. Yəni, əslinə qalsa, siz hansısa bir sahənin peşəkarı olmaq istəyirsinizsə, o peşəni sevmək istəyirsiniz və özünüzü orada, belə deyək də, bir üst səviyyəli mütəxəssis kimi görmək istəyirsinizsə, o sahədə gedən sadəcə olaraq yenilikləri təqib eləmək lazımdır. Və yaxud da o sahədə çalışan insanlarla daha çox ünsiyyətdə olmaq lazımdır. Yəni, deyək ki, siz bankir yox, diplomat belə deyək də, kimi çalışmaq istəyirsiniz gələcəkdə. O sahənin adamları var, onların mətbuatda çıxışlarını izləmək lazımdır, onların etiketlərini izləmək lazımdır. Bəzən indi informasiya əsrində idi, bəzən görürsən Facebook üzərindən və yaxud LinkedIn üzərindən kimisə bizim belə deyək, aparıcı peşəkarlara yazanda ki,
hansı ədəbiyyat siyahısını tövsiyə edirsiniz və yaxud da ki, bizə hansı podkastları tövsiyə edirsiniz, hansı linkləri. Yəni rahatçılıqla insanlar kommunikasiya keçə bilirlər. Yəni gənclərimizə də tövsiyəmiz odur ki, o peşəkarlarla ünsiyyətdən çəkinməsinlər. Daha belə deyək, birinci növbədə kitablar, mütaliə, ikinci növbədə isə podkastlar və dəyərli insanlarla ünsiyyət onların dünya görüşünə rəng qatacaq. Yəni yaxşı mənada. Təşəkkür edirəm müəllimə sizə. Belə çıxır ki, yəni yenilikçi olmaq üçün yenilikləri izləmək lazımdır və o yeniliklərdən faydalanmaq lazımdır. Bank sektoruna da gələn yeniliklərdən biri də internet bankçılığıdır. Sizcə internet bankçılığı ənənəvi bankçılığa tam keçər və yaxud ümumiyyətlə müəyyən qədər rolu, sükanı əlinə tam olaraq ala bilərmi? Belə olduğu halda bank sektorunda çalışan bir çox kadrımız var. Onlar bu situasiyaya nə dərəcədə hazır olarlar? Və yaxud belə bir şey gözləyirmi? Bəli, yeniliklər təbii ki, innovasiyalar hansısa sahələrin ola bilər ki, aradan çıxmağına səbəb olsun. Lakin yenə də müasir dövrün tələbləri odur ki, bəlkə də zaman olacaq ki, biz bir ömürdə 3-4 dənə peşə dəyişə bilərik. Yəni o dövrdə gəlib çata bilər. Bəlkə də 5 peşə ola bilər, 6 peşə ola bilər. Biz mütləq şəkildə fundamental məsələlərə hazır olmalıyıq ki, bugünkü müasir dövrün trendi nədir? İnnovasiya. Yəni ən azı innovasiya alqoritmi necə işləyir, innovasiya deyiləndə biz nəyi başa düşürük? O sahəni təqib edəndən sonra artıq yan sahələri öyrənmək, belə deyək də, çətin olmayacaq. Bütün şirkətlərdə artıq datalar üzrə, belə deyək, mütəxəssislərə ehtiyac yaranır, zərurət yaranır. Kiber təhlükəsizlik üzrə, belə deyək, mütəxəssislərə zərurət yaranır, hansı ki, bunlar yeni sahələrdir. Ona görə də mütləq şəkildə yeni sahələrin mənimsənilməsi ilə bağlı gedən əsas trend, əsas istiqamət nədirsə, o istiqamət barədə çalışıb məlumatlı olmaq lazımdır ki, keçid eləyəndə hansısa bir digər peşəyə çətinliklərlə üzləşməyəsiniz. Yəni, ona emosional yanma baş verməsin, çətinlik olmasın o baxımdan. Alışdıra. Bəxtiyar müəllim, mən bir dənə də sual verməsin bankla bağlı ki, gələcəyin bankları necə dəyişəcək və necə olacaq? İndiki gördüyümüz banklarla 10 il sonra, 15 il sonra arasında banklar arasında fərq olacaqmı? Əlbəttə. Olacaqsa bunun süni intellektin təsir edəcək, yoxsa biz şəxslər özümüz yenilik gətirəcəyik? Təbii ki, süni intellekt alətləri daha çox təsir edəcək, amma süni intellektlə paralel bayaq qeyd etdiyim kimi digitalizasiya prosesləri zaten avtomatizasiya və digitalizasiya onsuz da gedirdi banklarda. Yəni rəqəmsal banklar, yəni belə deyək də kağız pullardan böyük mənada imtina eləmək, daha faydalı çalışdırmaq, daha ünvanlı çalışdırmaq, ünvanlı, yəni segmentasiyalar üzrə hansı müştərilərə, harda, necə daha rahat, daha əl çatan olması. Məsəl üçün, adi götürək, bugün artıq Bakı böyük bir şəhərə çevrilib də və tıxac problemləri yaşayırıq, sahibkarın da, vətəndaşın da vaxtı dəyərlidir. Əgər biz artıq eSIM ilə və yaxud da ki, digər elektron kanallarla ünvanda müştəriyə kredit çatdıra biliriksə və yaxud da kart çatdıra biliriksə, deməli artıq banklar dəyişiblər. Yəni 10 il əvvəlki banklar deyil, amma daha da sürətlə dəyişəcəyini təbii ki, gözləməliyik və istiqamət ona doğrudur. İnşallah hər şey vətəndaşın xeyrinə olar, dəyişməkdə. Hər iki tərəfi xeyrinə olar. Mən bayaqlar siz qeyd etdiniz kağız pullardan imtina və Apple Pay və yaxud da Google Pay kimi vasitədən istifadə ödəniş edən zaman kartdan istifadə edən elektron formada. Bunu cəmiyyətimizdə olan zaman mən də özüm müşahidə edirəm ki, bəzi şəxslər, daha çox 40 yaş üstü şəxslər bunu biraz götürməkdə çətin çəkirlər və bunun nə səbəbə baş verdiyini bilmirlər ki, nə fərqi var, kağız pul cibimdə yenə xərcləyirdim, belə də qazanırsınız, 10 TL də qazanırdı, hansısa market ola bilər, hansısa bank ola bilər, fərqi yoxdur. Biz niyə kağız puldan imtina edib daha çox onlayna keçirik? Bunun əsas səbəbi nə ola bilər? Yəni belə bir xüsusi siz dediyiniz məqamla bağlı ki, bəzi insanlar istifadə edir, bəzi insanlar istifadə eləmir. O şəhərin mərkəzinə doğru baxdıqda statistikaya daha çox, belə deyək də, regionlardan şəhərə doğru baxdıqda daha çox istifadə olunur. O da həm infrastrukturla bağlı olan bir məsələdir ki, şəhərlərdə, yəni xüsusən iri şəhərlərdə daha çox, belə deyək də, bankomatlar və yaxud da ki, daha çox banklar var. Onların
xidmət şəbəkələri mövcuddur. Regionlarda isə artmaqda davam eləyir. O baxımdan, amma banklardan, kağız pullardan təbii ki, kağız pulların özünün belə deyək də bir çapı əlavə bir xərcdir dövlət üçün və onlayn şəkildə vəsaitlər xərcləyəndə daha şəffaf mexanizmlər əmələ gəlir. Müştərilərin belə deyək də marketinq olaraq dataları daha rahat olur ki, müştərilər ümumiyyətlə hansı istiqamətdə xərclərin gerçəkləşdirirlər. Digər tərəfdən də yəni bu bir dünyada qlobalizasiya kimi, qlobal hal kimi davam edir. Biz də ondan belə kənarda qala bilmərik də. O baxımdan biz də o sistemin içindəyik. Başa düşdüm. Çox sağ olun ətraf məlumat üçün. Belə bir sual vermək istəyirəm. Ümumiyyətlə bank sektorunda olması bütün sektorlarda müəyyən problemlər, risklər yarana bilər, amma biz bugün bankdan danışdığımıza görə sizdən soruşmaq istəyirəm. Özümüzdən asılı olmayan bir səbəb ola bilər, hansı ki pandemiya dönəmi oldu və yaxud da ki iqtisadiyyatda hər hansı bir problemlər yarana bilər, inflyasiya ola bilər. Belə bir risklər olduğu təqdirdə bankların iş prinsipinə necə təsir edir? Ümumiyyətlə öz təcrübənizdə hər hansı bir risklər yarananda onun qarşısını almaq üçün hansı addımlar atılıb? Təbii ki, o pandemiya və yaxud da digər devalvasiya kimi o şoklar iqtisadiyyata da, bank sisteminə də mənfi təsir eləyir. Amma bəzi banklar var ki, hansılar ki, nisbətən hazırlıqlı olurlar. Onlar da onların risk menecmentdən məşğul olan sahəsinin, komandasının və top menecmentin peşəkarlıq səviyyəsindən xəbər verir ki, hansısa ssenarilər üzrə nəyəsə hazır olsun. Zaten iqtisadi şoklar da baş verməsə belə, banklarda risk departamentləri o işlərlə məşğuldular. Yəni bir deyək ki, süni ehtimallarla və yaxud hansısa fərziyyələrlə stres testlər edirlər. Baxırlar ki, hansı həcmdə, misal üçün deyək, devalvasiya olarsa, banka hansı həcmdə təsir eləyər. Məsəl üçün deyək ki, o vaxt 1 manat 5 qəpik oldu və ondan sonra 1.70-ə qalxdı. Daha doğrusu bir müddət fərqli oldu, sonra 1.70-də stabilləşdi. Yəni, o senarilər üzrə banklarda artıq kifayət qədər Azərbaycan bankları təkmilləşib, xarici təcrübəni mənimsəyib, risk departamentləri kifayət qədər inkişaf eləyib və xaricdə təhsil almış insanlardan da ibarət komanda var. Eyni zamanda Mərkəzi Bank da kifayət qədər o sayədə banklara həm təlim, tədris, həm informativ, həm də ki, özünün əlində olan belə deyək, iqtisadi alətlər vasitəsilə, inzibati alətlər vasitəsilə dəstək olur. Bəxtiyar müəllim, bu halda ölkəmizdə hər bir bank bir faizlə ya kredit verir və yaxud da ki, bir faizlə ipoteka krediti verir və yaxud da mikroiqtisadiyyat kredit verir. Bu faizdə nəyə əsasən fərqli olur? Niyə eyni olmur? Məsəl üçün, bir bank 10% versə, niyə o birisi 15 verir? Və yaxud da biri 25 versə, niyə digəri aşağı verir? Bunun səbəbi nədir? Niyə bir vahid bir faiz yoxdur? Əslində, bank faizlərinin banklar üzrə bir-birindən çox kəskin, ciddi fərqləndiyini düşünmürəm. Ola bilər ki, hansısa bir kampaniya dövrünə düşər və yaxud da ki, bir xüsusi güzəştlər dövrünə düşər. O baxımdan ciddi bir fərq ola bilər. Amma bugünkü Azərbaycan banklarının ən çox yarışdığı məsələ müştəri məmnunluğudur və xidmət səviyyəsidir. Yəni, düşünürəm ki, faiz aləti hər zaman xüsusi bir alət ola bilməz ki, belə deyək, siz o bankla işləyəsiniz. Əsas müştəri məmnunluğudur və rahatçılığıdır, əl çatanlığıdır. Mən sizə desəm ki, siz bir istehlac krediti istəyirsiniz, o sizə 10 günə veriləcək 3% aşağı faizlə, amma sizə 20 dəqiqə rəsmiləşdirən bank 3% yuxarı ilə verəcək. Siz ehtiyaca və zamana görə daha çox, belə deyək, hansı sürətli və sizi məmnun salacaqsa, ondan istifadə edəcəksiniz. Bank faizlərinə isə gəldikdə, bank faizlərin özü, belə deyək, bir loru desək, bizneslərdə ki, necə bir maya dəyəri var, banklarda da fondların bir dəyəri var, cəlb olunan fondların, hansılar ki, resurslar cəlb olunur və əhaliyə kredit şəklində verilir. Ona görə
faizlər də cəlb olunan fondların da dəyərindən asılı olaraq dəyişə bilir. Məsəl üçün siz 10% depozit cəlb edirsinizsə, təbii ki, onu bir müəyyən bir marja qarşılığında daha bir 100%-ə satmalısınız. Siz onu 8-9%-ə sata bilmərsiniz. Minimum faizi Mərkəzi Bank təyin edir o zaman? Minimum faizi Mərkəzi Bank deməzdim təyin eləyir. Mərkəzi Bank əsas aləti uçot dərəcəsidir. Uçot dərəcəsindən istifadə eləyir. Banklar müstəqil kommersiya qurumları olduğuna görə gəlir əldə etmə siyasətlərini də özləri təyin edirlər. Yəni necə ki, hansısa bir lord dillə desək, belə deyək də, siz hansı istehlak kreditin və yaxud da ki, biznes kreditin, ipoteka kreditin hansısa faizlə satmaq istəyirsinizsə, hansısa faizlə bazara yerləşdirmək istəyirsinizsə, onu kommersiya qurumları, banklar özləri qərarını verirlər. Allah'ım təşəkkür edirəm ətraflı məlumat üçün, Güney xanım. Və müştərilərdən söz açılmışkən mən biraz da müştəri məmnuniyyətindən danışmaq istəyirdim. Banklar kredit verərkən müştərilərlə işləyərkən hansı fürsətləri yaratmağa çalışırlar? Əgər bu müştəri xüsusi həssas kateqoriyaya daxildirsə, deyə bilərəm ki, keçmiş məhkumluğu olmuş şəxs ola bilər və yaxud 50 olmuş şəxs ola bilər. Banklar bu tipli şəxslərlə, daha doğrusu bu kateqoriyalı şəxslərlə işləyərkən hansı meyarlara, hansı dəyərlərə əsaslanırlar? Meyarlara dəyərli, təbii ki, bank işi yüksək, belə deyək, etika və dəyərlər, korporativ mədəniyyət tələb edən bir işdir və banklar da əməkdaşlarını o istiqamətdə yetişdirirlər. Yəni, dolayısıyla rəqabət çox olduğuna görə, yəni müştəri yönümlü olmaq qaçılmazdır. Yəni, mütləq şəkildə müştəri yönümlü olmayan banklar rəqabətdə uduzdurlar. Təbii ki, xüsusi həssas kateqoriya yanaşma da fərqli olur. Yəni, mental dəyərlərimizə uyğun bu təqaüd alan şəxslər də ola bilər və yaxud da ki, digərsiz sadaladığımız şəxslər də ola bilər. Xüsusi yanaşma ondan ibarətdir ki, bütün müştərilərə, yəni, belə deyək də, etik çərçivədə məmnunluq səviyyəsində yanaşılır və bu, həmin bank işçisinin peşəkarlığını göstərir. Digər bir məsələdə əsas vacib rol oynayan məsələ həmin şəxsin əsas kateqoriyası olsa belə banklar kredit tarixçələrinə önəm verirlər. Yoxdursa kredit tarixçəsini yaradırlar, hansısa risk götürməklə. Varsa o kredit tarixçəsi əsasında kredit ayırırlar. Artıq orada həssas qrup olub-olmaması o qədər önəmli kəsb eləmir. İkinci dərəcəli bir şeydir. Əsas vacib olan müştərinin ödəniş intizamıdır. Əgər vaxtında ödəyən müştəridirsə, bütün banklar onun axtarışındadır həmin müştəridir. Allah yaxşı. Mənim suallarım bu qədər, Bəxtiyar müəllim. Çox təşəkkür edirəm ki, gəldiniz, iştirak etdiniz, faydalı məlumatları bizə verdiniz. Həqiqətən bank sahəsində bilmədiyim sahələr, dediyiniz məlumatlar mənə daha da inkişaf etdirdi və mən narahat idim. Ətrafımda olan tanışlar vardı, bank sahəsinin itirilməsi ilə bağlı narahat idilər, öz peşəsini itirməklə bağlı narahat idilər və mən mütləq şəkildə bura gəlməmişdir. Mənə bunu demişlər ki, o sualı ver, bizim peşəmizi itirmə təhlükəmiz varmı və yoxmu deyənə. Siz də bunu çox son ətraflı şəkildə cavablandırdınız. Minnətdarıq. İnşallah növbəti görüşlərdə daha faydalı məlumatlarla bir daha qarşınızda olacağıq. Sağ olun, salamat qalın. Sağ olun. Sağ olun.